Baxın uşaqlar, bugünkü dərsimizdə Şamaxı xanlığı barəsində qısa onların xanlığın xronikasını hazırlamışam. Bir neçə rəqəmlər üzərində xanlığın deməli izahı. 1747-ci ildə xanlıq yarandı, 1820-ci ildə xanlıq ruslar tərəfindən ləğv edilib. Banisi Hacı Məhəmməd Əli, Məhəmməd Səid və ağası qardaşları tərəfindən qoyulmuşdur. 1763-cü ildə Məhəmməd Səid Hacı Məhəmməd Əlini əsir aldı. Bununla da iki hakimiyyətliyə son qoyulub, xanlığı vahid xanlıqda birləşdirildi. 1767-ci ildə həmin Şamaxı xanlığı Şəki və Quba arasında bölüşdürüldü. 1768-ci ildə konkret olaraq Şəkinin ixtiyarında olan torpaqlar da Qubanın tərkibinə qatıldı. Qubalı Fətəli xan tərəfindən birləşdirildi. 1789-cu ildə Qubalı Fətəli öləndən sonra xanlıq müstəqil fəaliyyətə başladı və Mustafa xanın dövründə xanlıq müstəqil siyasət yeridirdi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qaldı. 1805-ci ildə rusların himayəsinə keçdi, dekabrın 27-sində. Sonralar 1820-ci ildə xanlıq ləğv edildi ruslar tərəfindən, komendant idarəetmə üsulu yaradıldı. Bu qədər bəsit. Sağ olun.